Salam əziz şagirdlər. Deməli, biz test toplusundan törəmənin həlləsi mənası, toxunanın tənliyi mövzusundakı test tapşırıqlarına baxacağıq. Burada əsas məqsəd nədir? Toxunanın absisoxlu əmələ gətirdiyi bucağın tangensi həmin funksiyanın törəməsinə bərabərdir. X0 nöqtəsindəki törəməsinə. Belə bir deyək ki, hər hansı istənilən bir funksiyanın deyək ki, bir əyri xətti funksiyadır. Bunun x0 nöqtəsi istənilən bir nöqtənin absisi həmin funksiyanın x0 nöqtəsini götürür. Bu nöqtədə funksiya çəkilən toxunan törəməsi, bu nöqtədəki törəmə, həmin düz xəttin bucaq əmsalı, yəni k-ya bərabərdir. Burada görünür ki, düz xətt absisoxu ilə iti bucaq əmələ gətirsə, deməli törəməsi müsbətdir. Yəni f'(x)imiz bizə nə verir? K-nı verir. Amma kör bucaq əmələ gətirərsə, törəmə mənfi olur. Və yaxud da həmən bu bucaq K bizə nəyin açılışı olur? Tangens alfanın. Biz K əmsalını tapmağın əsas üsullarından biri də K bərabər idi. Y2 çıxaq Y1 bölünsün. X2 çıxaq X1. İki nöqtədən keçən düz xəttin bucaq əmsalını tapmışdıq. Və bunu belə də yaza bilərik ki, y minus y0 bölünsün x minus x0 yaza bilərik. Biz buradan y2 tapsaq, y bərabərdir. Daha doğrusu y çıxaq y0 bərabərdir. K vuraq x minus x0 olduğunu görə bilərik. Buradan y2 tapırıqsa, y bərabərdir. y0 mənfidir, keçir sağ tərəf olur müsbət y0, üstə gəlinsin. K vuraq x minus x0. Bax uşaqlar, burada y0 bizim elə fx0-ımız deməkdir. K-mız da bayaq göstərdi ki, törəmə deməkdir. Deməli, yaza bilərik ki, y bərabərdir fx0, yəni y0-ın yerinə fx0 yazdıq. Üstə gəlinsin. K-nın yerinə yazırıq törəmədir də, həmin nöqtədəki törəmədir. Yəni f'(x0) vurulsun x minus x0. Artıq bunu adlandıracaq biz funksiyanın toxunanının tənliyi. Toxunanın tənliyi. Yəni artıq bizdə fx0 deyəndə həmin verilən funksiyada x-i qiymətini yerinə yazırıq. f'(x0) deyəndə törəməsini tapıb x-i sonda qiyməti yerinə yazırıq. İndi gəlin nömrə 1-dəki suala baxaq. Görək sualımız nə cürdür. Verib abisinin x0 nöqtəsinə bucaq əmsalını tapın. Bizə bucaq əmsalı bilir ki, k-dır. K vermişdi bizə f'(x0). Verilmiş funksiyadan törəmə alaq. Y bərabərdir. X kvadrat üstə gəlsin. 7x-dən törəmə alsaq. Bilir ki, cəmin törəməsi törəmələr cəmini verir. X kvadratın törəməsi 2x-dir. 7x-in də törəməsi 7-dir. Hansı nöqtədə deyir? x0 bərabər mənfi 4-dürsə, x0-ın yerinə mənfi 4 yazsaq, 2-ni mənfi 4-ə vursaq, mənfi 8 üstə gəlsin 7 bərabər oldu mənfi 1. Törəmə nəyə bərabər oldu? Mənfi 1-dirsə, onda elə bizim k əmsalımız nəyə bərabərdir? Mənfi 1-ə. Cavab D bəndi. İkinci sualda 12 kimidir və ola bilər ki, verər parabola çəkilən toxunan absisoxuna paraleldirsə, uşaqlar, baxın, nöqtədə çəkilən parabola absisoxuna paralel olubsa, deməli, bunun ya maksimum, ya minimum nöqtəsi əyilmə nöqtəsidir ki, həmin nöqtədə çəkilən toxunan paraleldir. Və bunlar arasındakı bucaq, deyək ki, törəməsi 0-a bərabərdir. Yəni, f'(x) bərabərdir 0. Artıq düz xətlər paraleldirsə, onlar arasındakı bucağı biz 0 qəbul edirik və törəməni nəyə bərabər götürürük? 0-a. İndi baxaq, deyir paraleldir. F(x0)'ı tap. Gəlin baxaq. Biz onda törəməni bərabər eləyək 0-a. Törəmə alaq 3-cü sualdan. 3x kvadrat çıxaq 12x üstə gəlsin 7 bərabər 0. Törəməsi bərabərdir 0. Törəmə alsaq 6x çıxaq 12 bərabərdir 0. 6x bərabərdir 12-yə. X də bərabərdir 2.
x və yaxud da x0 deyə bilərik buna. Çünki x0 2-yə bərabərdir. 4-cü sualda eyni qaydalı sualdır və 5-ci sualda artıq deyir toxunanın tənliyini yazın. Sonra bax bizim y funksiyamız mənfi kökdə x isə bu elə bizim fx0 deməkdir. Mən fx0-ı soruşursa x-in yerinə x0 neçə verib? 9 verib. Mənfi kök altında 9. 9-da neçə çıxar? 3. Bunu yadda saxlayın. İndi gəlin bir də f iştirir x0-ı tapaq. Həm f0-ın öz qiymətini tapmalıyıq, həm törəməsinin qiymətini tapmalıyıq. Bərabər. Mənfi kök altda x-in törəməsi 1 bölünsün 2 kök altda x deməkdir. 2 kök altda x. Artıq x-in yerinə biz 9 yazsaq, mənfi 1 bölünsün. 9-dan 3 çıxır, 2-dən neçə olur? 6. Mənfi 6-da 1 oldu mu? Bizim toxunanın tənliyi nətər idi? Y bərabərdir fx0 üstə gəlsin. Bax, bu düsturu yaddan çıxartmayın. F iştirir x0 vuraq, x minus x0. Qiymətləri yerinə yazaq. F0-ımız neçədir? 3. Üstə gələk. Törəmə neçə idi? Mənfi 6-da 1. Mənfi 6-da 1 isə bu müsbəti eləyək mənfi. Mənfi 6-da 1 vuraq. X çıxaq x0. X0-ımız neçədir? 9. Gəlin bunu sadələşdirək. 3 çıxaq. 6-da 1 x. Mənfi 6-da 1. Mənfi 9-a vuranda müsbət. 6 ilə 9-u 3-ə ixtisar eləyək. 2 dəfə, 3 dəfə. 2-də 3. Bu da bizə neçəni verir? 3-ün üstünə 2-də 3 gələndə. Nə verər bizə? 2-də 6, 9. Mənfi 6-da 1 x. Üstə gəlinsin. 3 tam 2-də 3-də, yaxud da 4 tam 2-də 1-də yaza bilər. 2-də 9-da yaza bilər. Yəqin ki, cavablarda öz əksini göstərəcək. Keçək növbəti suala. Altda 1 x üstə gəlsin. 2-də 9, yəni 4,5 görək. 4,5 mənfi x0. Baxsaq burada fx0-ımız fx0-a baxsaq fx0-a mənfi 3-dür. Baxın uşaqlar, burada mənfini qarşısında unutmuşuq. Bu mənfi 3-dür. Gətirək, sonunda da mənfi 3-ü yazaq yerinə. Mənfi 3-ü. Mənfi 3-ün üstünə 2-də 3 gələndə mənfi 1,5, o da bizə mənfi 2-də 3-ü verir. Mənfi 2-də 3. Yəqin ki, hesablamanız özünüzə məlumdur. Sonra eyni sual, 6-cı sual. Absolut çəkimi düz xəttin toxunan tənliyini yazın. Yenə eyni qaydalıdır. Gəlin birinə də baxaq. Bax, 8-ci suala baxıram. fx veribdir. Fx bərabərdir x kvadratı çıxaq 2x üstə gəlsin 2. x0 0 nöqtəsindəki törəməsinin çəkilən toxunanın tənliyini yazın. Birinci biz fx0-ı tapmalıyıq. fx0. Yəni x-in yerinə 0 yazıramsa f0 deməkdir da bizə. X-in yerinə 0 yazanda 0, 0 nə qaldı? 2 qaldı. İndi gəlin f iştirik x0-ı tapaq. Yəni törəmə alaq, sonra x-in yerinə 0 yazaq. Törəmə alanda 2x çıxaq 2 qaldı. 2x çıxaq 2. İndi x-in yerinə 0 yazanda bu 0-a getdi. Nə qaldı? Qaldı mənfi 2. İncə toxunanın tənliyini yazaq. Y bərabərdir. fx0 üstə gəlsin. F iştirir x0 vuraq. X minus x0 bərabərdir. Tənliyimizin qiymətlərini yerinə yazaq. fx0-ın yerinə 2 tapmışdıq. Üstə gəlsin. Törəmənin yerinə mənfi 2 tapmışdıq. Bunu mənfi 2 ilə vuraq. X çıxaq x0. X çıxaq. X0-ımızda 0-dırsa da x0 yazmayaq. O da bərabərdir. Mənfi 2x üstə gəlsin 2. Deməli, bizim toxunanın tənliyi mənfi 2x üstə gəlsin 2-yə bərabərdir.
İndi uşaqlar, bizdən əmələ gətirdiyi bucağı soruşur. Bilirik ki, törəməsi x0 nöqtəsindəki törəməsi tangens alfadır. 9-cu suala bunu törəmə tapaq. X kubu çıxaq 3x kvadrat üstə gələnsin x-dən törəmə alsaq, x kubun törəməsi bilirik ki 3x kvadratıdır. 3x kvadratından törəmə alanda 6x-dir. X-in də törəməsi 1-dir. Və bunun hansı nöqtəsindəki x0 bərabər 2 nöqtəsində. x0-ın yerinə 2 yazsaq, 2-nin kvadratı 4, 4-ü çevrəndə 12, çıxaq 6-nı 2-yə vuranda 12, üstə gələk 1. 12-lər islaha getdiyinə qaldı 1. Bizim indi tangens alfamız 1-ə bərabərdirsə, alfamız neçə dərəcə ola bilər? 45 dərəcə ola bilər. Deməli, əmələ gətirdiyi bucaq 45 dərəcəyə bərabər. Mənfi 1 olsaydı biz onu 135 dərəcə götürə bilərdik. Eyni qaydalı suallardır. Bax, bunlar hamısı verdiyimiz o düstura əsasəndir. O x oxuna paraleldirsə, dedik ki, törəməni 0-a bərabər götürürük. Eyni suallardır. Bax, bunlar. İndi uşaqlar, burada 16-cı sualda bucağın kosinusunu veribdir. Kosinus alfa bərabər kökdə 2/2-dirsə, neçədə kökdə böl 2-ni alır? 45 dərəcə, düzdür? Deməli, bizim tangens 45 dərəcədə nəyi verər? 1-i. Onda bizim funksiyanın törəməsi nəyə bərabər götürəsiz? 1-ə. Törəmə alıb 1-ə bərabər götürəsiz ki, oradan x-i tapasınız. Suallar eyni suallardır. 45 dərəcəli bucaq əmələ gətirirsə, 18-ci sualda törəməsini tapın. Bərabər eləyin 1-ə. Orada x-i tapandan sonra törəməsi nə verir 18-ci sualda? X kvadrat törəməsi 2x üstə gəlinsin. 2x-in törəməsi 2 bərabərdir 1-ə. Buradan alır ki, 2x bərabərdir. 2 keçir sağ tərəfə çıxılır mənfi 1-ə. X bərabər mənfi 2-də 1. İndi x-in yerinə mənfi 2-də 1 yazırsınız. Y-i tapırsınız. X-in yerinə mənfi 2-də 1 lap yazsaq, misalın özündə yazırıq. Mənfi 2-də 1-in kvadratı 4-də 1. 2-ni mənfi 2-də 1 yaparsaq, mənfi 1 üstə gəlsin 4-də 7. 4-də 1 ilə 4-də 7-nin cəmi 4-də 8, 2 eləyir. 2-dən də 1-i çıxanda 1. Mənfi 2-də 1 və 1 cavab debəndə uyğundur. Sonra 19-cu qrafikin funksiyasının apsisi x0 nöqtəsində olan ona çəkilmiş toxunanın qrafiki verilmişdir. Funksiya tör x0 nöqtəsindəki qiymətini tap. Ay sağ ol. Baxın. Uşaqlar, biz burada düz xəttin mənfi 4, 3 nöqtəsindən və yaxud da mənfi 3, 4 nöqtəsindən x-i mənfi 3, y-i 4, bir də x-i 3, y-i mənfi 4 nöqtəsindən keçdiyi bilinir, eləmi? Buradan biz k-nı tapa bilərik. 2 nöqtədən keçən düz xəttin bucaq əmsalı. y2 çıxaq y1, mənfi 4 çıxaq 4, mənfi 8 edirmi? x2 çıxaq x1. x2 çıxaq x1. 3 çıxaq mənfi 3, o deyilir 6. Mənfi 6-da 2-yə ixtisar eləsəm, 3, 4. Bir mənfi 3-də 4. Mənfi 3-də 4-də biz mənfi 1,3-də 1 kimi yaza bilərik ki, o da A bəndinə uyğundur. Eyni qaydalı 2 nöqtədən keçən düz xətdir. Əyrisinin ona düz xətt ilə kəsmə nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalını tap. Biz y bərabərdir 16 bölünsün x kvadratı. Deyək ki, 16 bölünsün x kvadratı belə bir kvadratdır deyə, bax, belə bir qrafikdir. Və bunun 2x düz xətt ilə kəsişmə nöqtəsində çəkilmiş toxunanın təmini yazın. Bunları bir-birinə bərabər götürsək, gəlin, biraz şəklimizi səliqəli çəkək ki, qrafikimiz olsun belə. Bunu mən 2x-ə bərabər götürsəm, alarıq ki, 2x kubu bərabərdir 16, 2x kubu bərabərdir 16, x kubu bərabər 8, x bərabər 2. Deməli, bunun bircə dənə kəsişmə nöqtəsi var ki, x2 nöqtəsində buna toxunur.
x bərabər 2. Ay sağ ol. İndi baxaq. 2 nöqtəsindəki qiyməti çəkilmiş toxunanın təmini yazın. Onsuz da k əmsal nə bərabərdir? 2-yə. F iştiri x-imiz neçədir? 2. Və f x-imiz neçədir? 2-ni 2-yə vuranda 4. Və yaxud 16-nı 4-ə böləndə 4. Necə təlimimizi yazaq? Baxın, y bər fx0. Fx0-ımız 4-dür. Üstə gəlsin. F iştiri x0. 2 vuraq. X minus x0. X minus x0-ımız da 2-dir. O da bərabərdir. 4 üstə gələk 2, 2 çıxaq 4. Görürsünüz, 4-lər getdi. Elə bu nəyə bərabər oldu? 2x-ə. Davam edək. Bax, burada f'(x). f'(x)'imiz 4-ə yox, 2-yə yox. f'(x)'imiz 2-yə yox. Biz 16 bölü x kvadratını törəmə alsaq. Kəsirin törəməsi kimi baxa bilərikmi? Sürətin törəməsi vuraq məxrəc, məxrəcin törəməsi vuraq sürət. Biz f'(x)'i tapmalıyıq. f'(x)'i tapıb. Sürətin 16 bölü x kvadratıdırsa, törəmə alaq. Sürətin törəməsi 0 varaq, məxrəc eləyir 0, çıxaq. Məxrəcin törəməsi 2x, vuraq sürət. 16-ya da vuranda eləyir 32x bölünsün məxrəcin kvadratı, x üstü 4. İndi biz burada x-in yerinə 2 yazanda mənfi 64 bölünsün 2 üstü 4 neçə eləyir? 2 üstü 4, 16. O da bərabərdir mənfi 4. Biz törəməni mənfi 4 tapmışıq. Funksiyamız özü də müsbət 4-dür. İndi gəlin törəmənin təmini yazaq. Deməli, y bərabərdir f(x0) üstə gəlinsin. F iştiri x0 vuraq, x minus x0. O da bərabər. f(0)'ı 4 tapmışıq. Çıxaq, törəməni mənfi 4 tapmışıq. Çıxaq, 4 vuraq. X çıxaq, x0. 2. O da bərabərdir. 4 çıxaq, 4x. Üstə gələk 8. Bizə neçəni verir? Mənfi 4x üstə gəlsin 12-ni. Mənfi 4x üstə gəlsin 12 var. Bəli, A variantında doğrudur. Deməli, bu uşaqlar 2 nöqtəsində çəkilən toxunan budur. Sizin də y bərabər 2x düz xəttiniz, bax, buradan keçir. Elə ki, həmin nöqtədən keçən nöqtə 2-dir, bunun x-i 2-dir. Ondan kəsişmə nöqtəsini tapırıq ki, x0-ımız 2-dir ki, həmin nöqtədə biz bu funksiyaya toxunan çəkək. Sonra eyni suallardır. K-nı tap, həmin nöqtədəki x, y-dir. Funksiyanın qrafikinə toxunur. Baxaq 23-cü sual biraz fərqli sualdır. Y bərabərdir 3x plus a 3x plus a. Düz xətdir. Y bərabərdir 4x kvadratı çıxaq 5x üstə gəlsin 9 funksiyasının qrafikinə toxunur. Deməli, qrafikə toxunursa, bunun törəməsi, yəni k bucaq əmsalı, bunun x0 nöqtəsindəki törəməsinə bərabər. İndi gəlin, baxaq görüm, hansı nöqtədəki törəməni tapırıq. Y bərabər 4x kvadrat çıxaq 5x üstə gəl 9-dan törəmə alsam, ellər 8x çıxaq 5. Bu bizə nə verməlidir? K-nı verməlidir. K neçədir burada? 3-dür. Buradan alır ki, 8x bərabərdir 8-ə, x bərabərdir 1. X-imiz 1 olanda y-imiz neçə oldu? X-in yerinə 1 yazsaq, 4 çıxaq 5 üstə gələk 9. Bu da bizə neçəni verir? 8. X-imiz 1 olanda y-imiz 8 olur. Gətirin birinci tənlikdə. X-in yerinə 1, y-in yerinə 8 yazaq.
Oradan alır ki 8 bərabərdir 3 plus A. A da bərabərdir 5-ə. Deməli, A-nın 5 qiymətində qrafiki funksiya toxunur. Aha, bucaq əmsalı 62-yə bərabərdir. Tapıb, yenə eyni qayda ilə K-nı bərabər götürürük törəmiyə. 27-ci sual, 28 bucaq əmsalını tap. Törəmə tap. Bundan törəmə bax, kosinusun törəməsi mənfi sinusdur. Mənfi sinus 8x-dir. Mənfi sinus daxilində sinus 8x-dir. Daxilində sinus 8x. Bir də vuraq, daxilin törəməsi. Sinus 8-dən x-dən törəmə alırıq. 8 dənə kosinus 8x. Bu da bizə neçəni verir? 4 dənə sinus 2 alfanın açılışıdır. Sinus 2 alfanın da açılışını bilirik ki, 2 sinus alfa kosinus alfadır. O da alfanın yerinə 16x eləyəcək. X-in də yerinə pi bölü 8 yaza bilərsiniz. Eyni suallarda artıq burada bizim heç bir çətinliyimiz yoxdur. Digər suallar, gəlin 35-ə də baxaq, yekunlaşdıraq. A-nın hansı qiymətində y bərabərdir? X vuraq elin 3, üstə gəlsin 2a. Düz xətti y bərabərdir 3x plus 7 qrafikinə toxunur. Baxın uşaqlar, birinci tənlik y bərabərdir kx plus b. Görürsünüz, kx deyəndə bizim k-nın yerində nə durub? Elin 3. Bu sabit ədəddir. Deməli, bizim törəməmiz nəyə bərabər olmalıdır? Elin 3-ə. Y-dən törəmə alsam, 3-dür x-in törəməsi, 3-dür x vuraq, elin 3-dür. 7-nin də törəməsi 0. Bu bərabər olsa elin 3-ə, hər tərəfdən elin 3 getsə, 3-dür x bərabərdir 1-ə, x bərabərdir 0. X-in yerinə 0 yazanda, y-imiz neçə olur? 3-dür 0, 1, üstünə də 7 gəndə 8. Eyni qayda ilə, birinci tənlikdə x-in yerinə gətir 0 yazaq. Bura getdi 0-a. Y-i 8-dir. Buradan alır ki, 2a bərabərdir 8-ə, a da bərabərdir 4-ə. Orada getdi. Bir daha yadınıza salmaq üçün deyirəm ki, funksiyanın toxunanını tapmaq üçün biz birinci f(x)(0)'ı tapmalıyıq. Yəni x-in yerinə qiymət. Sonra toxunanın tənliyi y bərabərdir f(x)(0). Üstə gəlsin f(x)(0). Vuraq x minus x0. Bax, bu oldu bizim üçün toxunanın tənliyi. Yəni y bərabərdir kx plus b-dəki k bucaq əmsalı bizə həm tangens alfanı verir, həm də həmin nöqtədəki x0 törəməni verir. Bu qədər sadə. İnşallah növbəti çalışmaları özünüz sərbəst yaza biləsiniz.